Salam, hər vaxtınız xeyir. Bugün sizlərə blok suallarından birinin nizamını təqdim edirəm. Sualın şərtində qeyd edir. Verilmiş nümunədə buraxılmış durğu işarələrini müəyyən edin. Gəlin cümləyə baxaq. Çox diqqətli ol, deyə yeganə dilləndi. Bu sənin üçün bir imtahandır. Gəlin durğu işarələrini bərpa edək. Çox diqqətli ol, bu vasitəsiz nitq. Yeganə dilləndi, müəllif. Bu sənin üçün bir imtahandır, yenidən vasitəsiz nitq. Bu şəkildə olanda durğu işarələri belə olur. Dırnaqlar açılır, vergül tiri, dırnaqlar bağlanır və cümlənin sonunda nöqtə. Çox diqqətli ol, vergül tiri. Bu sənin üçün bir imtahandır, burada dırnaqlar bağlanır və nöqtədən istifadə olunur. Düzgün cavabımız A variantı. Yox, əgər sualın şərtində qeyd etsəydi ki, dialoqda buraxılmış durğu işarələrini bərpa edin, onda dırnaqlardan istifadə etməyib, tirədən istifadə edəcəkdik. Artıq orada 3 tiri olacaqdı, dırnaq olmayacaqdı. Və burada deyə bilərsiniz ki, məli, buradan sonra niyə vergül qoyulmadı? Burada bu mübtəda vəzifəsindədir və özündən sonra vergüldən istifadə olunmalıdır. Amma özündən sonra əvəzlik gəldiyinə görə vergüldən istifadə etməyəcək.